Günah çok pis şeydir, size kurban olun. Günah çok pis şeydir. Günah bizi Allah'tan uzaklaştırır. Günah bizi dünyada değerden salır. Günah bizi kıymetten salır. Günah bizi pis eləyir, yaxşı haldan çıxardır bizi, insanlıq halından çıxardır. Ona göre Allah deyir ki, günah yükü ilə qalmıyor. Her gece bu fürsət var. Allah deyir, get gecə namazı qıl, əlvi qaldır 300 dəfə denən əl-əf, əl-əf, əl-əf. Yəni əff elə məni. Bu əff elə deməkdə bir xeyir var. 70 dəfə denən əstəğfirullah Rabbi və tubulay. Hər gecə mümkün olsa bunu denən. Hər gecə yüngülləş, keçmişimin yükündən azad ol. Hər gecə bizi gözləyən Allah yine də intizarımızdadır. İndi Allah sevinir ki, mənim günahkar bəndələrim mənim qapıma gəlir. Özü deyir ki, susuz adam səhrada az qalır susuzluqdan ölsün, su tapanda necə sevinir, bəndən mənə tərəf gələndə mən elə sevinirəm.